Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Hər birinizi salamlayıram. Bugün yeni bir video ilə qarşınızdayım. Bir çox şagirdlər və abituriyentlər üçün çox vacib bir mövzu funksiya mövzusu. Funksiya nədir? X dəyişəninin hər bir qiymətinə Y dəyişəninin yeganə qiyməti uyğun gəlirsə, belə asılı funksiya adlanır. İndi isə gəlin funksiya mövzusu ilə bağlı bir neçə nümunəyə baxaq. Tutalım ki, bizə belə bir funksiya verilib, y bərabərdir 3x funksiyası. Bu, eyni zamanda y-in yerinə fx şəklində də yazıla bilər və eyni mənanı ifadə edir. Burada y və ya fx asılı dəyişən adlanır, x isə sərbəst dəyişən adlanır və x-a bir neçə qiymət verə bilərik. Məsələn, x-a 2 qiyməti versəm, onda y bərabərdir 3 vurulsun 2, yəni 6 və x-a 3 qiyməti versəm, onda y bərabərdir, x-in yerinə 3 qoyub hesablayırıq, yəni 3 vurulsun 3 bərabərdir 9 və gördüyümüz kimi y-in qiymətini hesablaya bilmək üçün biz mütləq x-in qiymətini bilməliyik. Ona görə y asılı dəyişən, x-a isə sərbəst dəyişən deyilir. Daha fərqli bir neçə nümunəyə baxaq. Məsələn, y bərabərdir modulda x funksiyası. Burada x-a qiymət olaraq bir dəfə müsbət 1 verəcəm. Onda y bərabərdir modulda müsbət 1 və bildiyimiz kimi müsbət ədədin modulu özünə bərabərdir. Yəni y bərabərdir 1 alınır. Bir dəfə isə x-a mənfi 1 qiyməti verəcəm. Onda y bərabərdir modulda mənfi 1 və bildiyimiz kimi mənfi ədədin modulu əks işarə ilə özünə bərabərdir. Yəni, nəticədə alınır müsbət 1. Və fikir versək, görərik ki, burada x-a 2 fərqli qiymət verdim, amma y eyni qiyməti aldı. Yəni, x-in bir neçə müxtəlif qiymətinə y-in bir dənə qiyməti uyğun gələ bilər. Belə bir nümunəyə baxaq. Məsələn, y bərabərdir 4x funksiyası verilib. Burada x-a 2 qiyməti verirəm. Onda y bərabərdir 4 vurulsun 2 bərabərdir 8. İndi isə belə bir sual verək. Burada y-in 8-dən başqa qiymət almağı mümkündürmü? Əlbəttə ki, xeyr. 4-ü 2-yə vuranda 8-dən başqa qiymət alına bilməz. Deməli, x-in bir qiymətinə y-in sadəcə yeganə qiyməti, yəni bir qiyməti uyğun gələ bilər. X-a bir qiymət verib y-in bir neçə qiymət almağı mümkün deyil. Amma x-in fərqli qiymətlər alıb y-in bir qiymət almağı mümkündür. Funksiya mövzusunu biz işləyərkən testlərdə təyin oblasti və qiymətlər çoxluğu anlayışı ilə qarşılaşacağıq. Nə deməkdir təyin oblasti və ya qiymətlər çoxluğu? Təyin oblasti funksiyada x-in ala biləcəyi qiymətlərdir. Məsələn, belə bir funksiya yazıram, y bərabərdir x-in kvadratı. Burada x hansı qiymətlər ala bilər? Məsələn, nümunədə də yaza bilərik, y bərabərdir, x-in yerinə 2 yazsam, 2-nin kvadratı bərabərdir 4. X-in yerinə məsələn 0 yazsam, 0-ın kvadratı bərabərdir 0. X-in yerinə mənfi 3 yazsam, mənfi 3-ün kvadratı bərabərdir 9. Və gördüyümüz kimi x-a istənilən qiyməti verə bilirik. Mənfi, müsbət, 0, kəsir və heç bir fərqi yoxdur. Deməli, burada x istənilən ədədi ala bilər. Və biz buna riyaziyyatda deyirik ki, x mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər istənilən qiymət ala bilər. Yəni, istənilən həqiqi ədəd ola bilər. Amma y burada yalnız müsbət qiymətlər alır. Nəyə görə? Çünki heç bir ədədin kvadratının mənfi olmağı mümkün deyil. 0 ola bilər. 0-ın kvadratı 0-dır. Amma mənfi qiymət almağı mümkün deyil. Ona görə də deyirik ki, bu funksiyanın qiymətlər çoxluğu 0-dan müsbət sonsuzluğa doğru qiymətlər alır. Daha fərqli bir nümunəyə baxaq. Məsələn, belə bir funksiya verilib. Y bərabərdir 5 bölünsün x plus 3. Və kəsr şəklində bir funksiyadır və funksiyada bizdən təyin oblastının nə olduğunu soruşur. Diqqət edəsək, burada x məxrəci istifadə olunur və hər bir kəs bilir ki, məxrəc 0 ola bilməz. Çünki 0-a bölmə yoxdur. Deməli, x plus 3 0 qiyməti ala bilməz. Onda belə yazırıq ki, x plus 3 fərqlidir 0-dan və 3-ü digər tərəfə keçirsək, onda alınır mənfi 3. Yəni, burada x mənfi 3 qiyməti ala bilməz. Çünki biz x-in yerinə mənfi 3 qoysaq, onda kəsirin məxrəci 0 olur və bu da mümkün deyil. Çünki 0-a bölmək olmaz. Deməli, x-in burada təyin oblastı mənfi 3-dən fərqli ədədlərdir. Onda biz bunu belə yazırıq ki, mənfi sonsuzluqdan mənfi 3-ə qədər gəlir
və -3-dən müsbət sonsuzluğa doğru qiymətlər alır. Burada diqqət eləməli olduğumuz şey, bu yazılışı yazan zaman yumru mötərizədən istifadə olunmalıdır. Çünki yumru mötərizənin qoyulması x -3-ü ala bilməz deməkdir. Amma əgər testlərdə kvadratik mötərizə yazılıbsa, deməli bu variant yanlışdır. Çünki kvadratik mötərizə qoyubsa, bu deməkdir ki, -3-ün özünü də ala bilər. Yəni buna testlərdə diqqətli olmaq lazımdır. Bəs bu funksiyanın qiymətlər çoxluğu nədir? Bunu daha yaxşı anlamağım üçün bir neçə qiymət verəcəm x-a. Məsələn, x-in yerinə -8 yazıram. Onda y bərabərdir 5 bölünsün -8 plus 3. Sürətdəki 5 olduğu kimi qalır. Məxrəci hesablayırıq. -8 üstə gəlir 3 edir -5. Müsbət 5-i -5-ə böləndə y bərabərdir -1 qiymətini alır. İndi isə x-a -2 qiymətini verirəm. Onda y bərabərdir 5 bölünsün -2 üstə gəlir 3. Və -2-nin üstünə 3 gələndə 1 alınır. 5-i 1-ə böldükdə isə 5 alınır. Gördüyümüz kimi burada x mənfi də qiymət aldı, müsbət də qiymət aldı. Yaxşı, belə bir sual verək. Burada x-in 0 almağı mümkündürmü? Xeyr, çünki sürət 5-dir və bu kəsirin 0 alması üçün gərək məxrəcə 0 yazaq. O da olmaz, çünki kəsirin məxrəci 0 ola bilməz. 0-a bölmə yoxdur. Deməli, burada y 0-dan fərqli qiymətlər alır. Yəni 0-ı ala bilməz. Onda belə yazırıq ki, y bərabərdir mənfi sonsuzluqdan 0-a qədər birləşmə işarəsi və 0-dan müsbət sonsuzluğa. Yəni dediyim kimi, əgər 0 qiymətini ala bilmirsə, onda yazılı zamanı yumru mötərizədən istifadə olunmalıdır. Aşağı siniflərdən etibarən ədəd oxu anlayışı ilə tanışıq. Ədəd oxu nədir? Ədəd oxu üzərində başlanğıcı, istiqaməti və bölgülər olan düz xətt vasitəsidir. Məsələn, bu şəkildə təsvir edilmiş ədəd oxudur. Burada başlanğıc nöqtəsi 0-dır və istiqaməti ox işarəsi ilə göstərilir və üzərində də bölgələr qeyd olunur. Və hər hansı bir funksiyanın qrafikini qura bilmək üçün düzbucaqlı koordinat sistemində işləməyə bacarmaq lazımdır. Bu şəkildə gördüyünüz düzbucaqlı koordinat sistemi və yaxud da Dekart koordinat sistemi adlanır və üfüqi ox x oxudur və ya buna absis oxu da deyilir. Şaquli istiqamətdə olan ox isə y oxudur və ya buna ordinat oxu da deyilir. Və şəkildə gördüyümüz kimi x-in sağ hissəsi müsbət işarəlidir və sol hissəsi isə mənfi işarəlidir. Y-in yuxarı hissəsi 1-dən başlayaraq müsbət qiymətlər alır və y-in aşağı hissəsi isə -1-dən başlayaraq mənfi sonsuzluğa doğru qiymətlər alır. Və Dekart koordinat sistemində mərkəzi hissə koordinat başlanğıcı adlanır və koordinat başlanğıcının koordinatları isə 0-ın 0 şəklində qeyd olunur. Yadda saxlayaq ki, Dekart koordinat sistemində hər hansı bir nöqtənin koordinatlarını yazanda ilkin yazılan rəqəm x-i, ikinci yazılan rəqəm isə y-i göstərir. Məsələn, tutalım ki, bizə Dekart koordinat sistemində bir neçə nöqtə verilib və biz bu nöqtələri koordinat sistemi üzərində qeyd etməliyik. Məsələn, A nöqtəsinin koordinatları 1-in 3-ə, B nöqtəsinin koordinatları 5-in 4-ə və C nöqtəsinin koordinatları isə 6-nın 7-yədir. İndi bu nöqtələri biz Dekart koordinat sistemi üzərində göstərək. İlk öncə baxırıq A-nın x-ına. A-nın x-i 1-dir və y-i isə 3-dür və bizə 1-in 3-ü olan nöqtə lazımdır. Ona görə gəlirik Dekart koordinat sistemində x-in müsbət hissəsini. X-in 1-i buradadır və y-in 3-ü isə buradadır. Deməli, nöqtə yerləşməlidir 1 və 3-ün kəsişməsində, yəni A nöqtəsinin yeri buradır. B nöqtəsinin koordinatları 5-in 4-dədir. X oxu üzərində 5-i tapmalıyıq və y oxu üzərində isə 4-ü tapmalıyıq. Və gördüyümüz kimi x oxu üzərində 5 buradadır və y oxu üzərində isə 4 buradadır və B nöqtəsi bu iki nöqtənin kəsişməsində yazılmalıdır. Yəni B nöqtəsi burada qeyd olunur və C isə 6-nın 7-yə koordinatında yerləşib. Əvvəlcə x oxu üzərində 6-nı tapırıq və gördüyümüz kimi x oxu üzərində 6 buradadır və y oxu üzərində isə 7 buradadır. Hər iki rəqəmin kəsişməsində isə biz C nöqtəsini qeyd etməliyik. Yəni C nöqtəsi buradadır və ümumi bu nöqtələri birləşdirsək, həmin o funksiyanın qrafiki alınacaq. Və gördüyünüz kimi bu şəkildə bir qrafik alınır.
koordinat sistemində bilməli olduğumuz anlayışlardan biri də rüblərdir. Rüblər saat əqrəbinin əksi istiqamətində doğru nömrələnir. X-in və Y-in müsbət hissəsi adlanır birinci rüb. X-in mənfi Y-in müsbət hissəsi adlanır ikinci rüb. Hər ikisinin mənfi olduğu hissə adlanır üçüncü rüb və X-in müsbət Y-in mənfi olduğu hissə isə adlanır dördüncü rüb. Əslində hər bir nöqtənin koordinatına baxmaqla onun hansı rübdə yerləşdiyini müəyyən edə bilərik. Məsələn, tutalım ki, belə bir nöqtə verilib. B nöqtəsinin koordinatları -2-nin 3-ədir. Və gördüyümüz kimi burada x-in mənfi, y-in isə müsbət ədəddir. Bu o deməkdir ki, bu nöqtə yerləşəcək ikinci rübdə. Çünki x-in mənfi, y-in müsbət olduğu hissə ikinci rübdür. Və yaxud da başqa bir nöqtə qeyd etsək. Tutalım ki, C nöqtəsi verilib və onun koordinatları -4-ün -3-ədir. Və gördüyümüz kimi x oxununda, y oxununda hər ikisinin mənfi olduğu hissə üçüncü rübdür və onda C nöqtəsi deməli üçüncü rübdə yerləşir. Başqa bir nöqtə qeyd etsək, məsələn D nöqtəsini qeyd edirik. Tutaq ki, D nöqtəsinin koordinatları 4-ün -3-ədir. Və gördüyümüz kimi x-in müsbət, y isə mənfidir. X-in müsbət və y mənfi olduğu hissə isə 4-cü rübə düşür. Yəni, hər bir nöqtənin koordinatına əsasən heç Descartes koordinat sistemini çəkmədən belə onun hansı rübdə yerləşdiyini müəyyən edərik. Təkrarən qeyd edirəm. Əgər hər ikisi müsbətdirsə, birinci rübdür. Hər ikisi mənfidirsə, üçüncü rübdür. X-in mənfi, y müsbətdirsə, ikinci rübdür. X-in müsbət, y mənfidirsə, dördüncü rübdür. Hər hansı bir nöqtənin koordinatında x və ya y x-dən biri 0-a bərabərdirsə, bunu Descartes koordinat sistemində necə qeyd edirik? Məsələn, baxaq. Tutaq ki, A nöqtəsinin koordinatları 0-ın 3-ədir. Əgər hər hansı bir nöqtənin koordinatında x 0-a bərabərdirsə, bu o deməkdir ki, o nöqtə ordinat oxu üzərində yerləşir. Çünki x-in 0-ı bu hissədir və y-in 3-ü isə buradır. Deməli, nöqtə ordinat oxunun üzərində yerləşir, yəni bu hissədə yerləşir. A nöqtəsinin yeri budur. Və tutaq ki, hər hansı bir B nöqtəsi verilib və onun koordinatı isə 4-ün 0-adır. Əgər hər hansı bir nöqtənin koordinatında y 0-a bərabərdirsə, bu o deməkdir ki, o nöqtə absis oxu üzərində yerləşir. Çünki bunu şəkil üzərində qeyd etsək, aydınca görərik ki, x-in 4-ü və y-in 0-ı. Deməli, nöqtə Descartes koordinat sistemində buradadır. Yəni, B nöqtəsinin yeri buradır. Bir çox zaman biz testlərdə bu tip suallarla qarşılaşırıq. Nöqtələr verilir və bizdən soruşur ki, bu nöqtələrdən hansı absis oxuna paralel olan düz xətt üzərində yerləşir. Bu zaman nəyə diqqət etməliyik? Və bilməliyik ki, əgər nöqtələr absis oxuna paralel olan düz xətt üzərində yerləşirsə, bu o deməkdir, onların y-ləri bir-birinə bərabər olmalıdır. Məsələn, bir neçə nöqtə qeyd edirəm. Tutaq ki, A nöqtəsinin koordinatları 3-ün 4-ə, C nöqtəsinin koordinatı -1-in 4-ə, və D nöqtəsinin koordinatı isə -6-nın 4-ədir. Və biz bu nöqtələri Descartes koordinat sistemi üzərində qeyd edək. A-nın koordinatı 3-ün 4-ə. Deməli, A burada yerləşir. Yəni 3-ün 4-ə. A nöqtəsinin yeri buradır. C nöqtəsi -1-in 4-ə. X-in mənfi hissəsi və y üzərində 4. -1-in 4-ə. Deməli, C nöqtəsi burada yerləşir. Və D nöqtəsi isə -6-nın 4-ə. Yəni, D nöqtəsinin yeri buradır. Biz bu nöqtələri birləşdirsək və həqiqətən də absis oxuna paralel olan düz xətt alınacaq. Əgər sualda bizdən soruşur ki, nöqtələrdən hansı ordinat oxuna paralel olan düz xətt üzərində yerləşir. Bu zaman diqqət etməliyik ki, həmin nöqtələrin koordinatında x-lar eyni olsun. Məsələn, Descartes koordinat sistemində bir neçə nöqtə qeyd edək. A-nın koordinatı 3-ün 4-ə, B-nin koordinatı 3-ün 6-ya və C-nin koordinatı isə 3-ün -1 olsun. İndi isə bu nöqtələri Descartes koordinat sistemində qeyd edək. İlk öncə A-nı qeyd edək. 3-ün 4-ə, yəni x üzərində 3, y üzərində 4. İlk öncə x üzərində düşünürük, sonra isə y üzərində. Yəni, A nöqtəsinin koordinatı burada olacaq. B-nin koordinatı 3-ün 6-ya. 3-dən 6-ya qədər yüksəlməlidir. Deməli, B nöqtəsinin koordinatı buradadır. Və C nöqtəsi isə 3-ün -1-ə.
Və gördüyümüz kimi 3'ün, x-in 3'ü və y-in isə -1'i, onda C nöqtəsi buradadır. Və biz bu nöqtələri birləşdirsək, onda ordinat oxuna paralel olan düz xətt alınır. Testlərdə tez-tez qarşımıza çıxan sual modellərindən biri də budur ki, funksiyaların qrafikləri verilir və sonra soruşulur. Bunlardan hansı funksiyadır və ya funksiya deyil. İndi bu iki şəklə diqqət yedirək. Yuxarıdakı şəkildə fikir versək, absis oxu 3 nöqtədə kəsilib və kəsişmə nöqtəsinin koordinatları 2-nin 0-a, 6-nın 0-a və -5-in 0-adır. Y isə sadəcə bir nöqtədə kəsilib. Və aşağıdakı şəkildə diqqət edirsək, burada x oxu bir nöqtədə kəsilib, amma y oxu 0-ın 4-ə, 0-ın -1-ə və 0-ın -5-ə nöqtələrində kəsilib. Və yadda saxlayaq ki, əgər hər hansı bir funksiyanın qrafikində bunun funksiya olması üçün mütləq ordinat oxu, yəni y oxu sadəcə bir nöqtədə kəsilməlidir. Əgər ordinat oxu bir neçə nöqtədə kəsilibsə, bu o deməkdir ki, funksiya deyil. Bunun səbəbi nədir? Çünki biz demişdik ki, x-in bir neçə fərqli qiymətlərində y-in yeganə qiyməti almağı mümkündür. Amma x-in bir qiymətinə y-in bir neçə qiymətinin uyğun gəlməyi mümkün deyil. Yəni, bəsit dillə desək, y bir yerdə kəsilibsə funksiyadır, y bir neçə nöqtədə kəsilibsə funksiya deyil.